Bu dəfə mətbəximin şef-povru mən deyil, qızım idi. Mən isə onun köməkçisi rolundaydım. Neçə vaxt idi ki, mama, gəl şairik hazırlayaq, kartof şairikləri. Mən isə heç vaxt hazırlamamışdım. Elə hey deyirdim ki, sonra. Dedim, amma mən səni kömək eləyəcəm, mən göstərəcəm necə hazırlamaq lazımdır. Bir yerdə edək. Bunlar yayda Azərbaycanda bacımın qızı ilə hazırlayıb yeyiblər. Mən heç düzü görməmişdim. Nə vaxt hazırlayıblar, necə hazırlayıblar. Dedi ki, mən bilirəm, mən sənə kömək eləyəcəm. Sən kartofu qoy qaynasın. Kartofu soydum, qoydum, qaynadı. Bu arada onu da qeyd edeyim ki, gözə yar eləmişəm. Ona görə də tam resept verə bilməyəcəm. Kartofları qaynatdım, püre halına gətirdim. Ədvasını vurdum, un vurdum. Biraz yumuşaq xəmir kimi yoğurdu, qarışdırdıq. Ondan sonra şariklər hazırladıq və isti qaynar yağda bu cür şariklərimizi qızartdıq. Ondan sonra salfetin üstünə yığdıq, yağı çəkildi və ketçupla servis etdik. Həqiqətən çox dadlı idi. Uşaqlar üçün əla, mükəmməl bir atışdırmalıqdır. İstəsəniz yağlı kağızın arasında yayıb, kəsib, uzunsov çöp halında elə bilərsiniz. Çox dadlı da hazır.